Hindistanla döyünən Hind rəqslərinin mahiri ifaçısı Aksana Rəsulova şou məkana nələr danışdı, nələr. Şou məkan tamaşaçılarını salamlayıram. Mən Aksana Rəsulova. Aksana məhkəməyə verildi. Xoşuma gəlmir bəzi şeylər, yəni istədiyim o kontraktda olan bəzi şeylər düzgün gəlməyib, o həmən o proyektlə bağlı. Ona görə mən qayıtmışam, yəni heç də vecimə də almamışam. O imzaladığı müqaviləyə əməl etmədi. Onlar da deyirlər ki, bəs sən kontrakt bağlantısan filan bəşbəkən. Mən də demişəm ki, bacaralısın, necə istəyirsiniz, məni məhkəməyə verin, Onlar da riayət etmədilər də, kontraktda olan şeylərə çoxlu, yəni düzgün olan şeylərdə elə bir ki, olmayan şeylər oldu da, bax belə. Bu qədər ağız dolusu el aləmi böyük proyektə haqqında danışan Aksana işlərini yarımçıq qoydu. Mən çox sevinirdim həqiqətən ki, mən gələcəyim fəaliyyətimi inkişaf etdirəcəm. Sadəcə bəzi xoşa gəlməyən şeylər oldu, həm də mənim bilmirəm, yadımızda da yoxsa yox, hələ o ərəfələrdə qolum zədələnmişdi, yəni ona görə biraz dala çəkildi, sonra onların bir problemləri çıxdı, dala çəkildi, sonra isə mən getdim, artıq gördüm ki, həmən istədiyim, yəni ki, kontraktda olan bəzi şeylər ki var, o nisatviyyət yazılana. Aksana hər halda hər kəsin bu yarımçıq proyektlə bağlı olan suallarına bugün son qoydu. Aksana, de görək bu qədər kilo verməyinin səbəbi nədir? Olmaya problemlərim var. Siz gördüyünüz kimi arıq deyiləm. Mən hələ kökəlmişəm, mən nabarot arıqlayıram da ki, biraz arıqlayım. Bəlkə də məşqlərimə başlamışam. Öz aramızdır, günü gündən də gözəlləşirsən. Bəlkə aşiq olmusan. Məndə əksinədir də, yəni depressiyadan çıxmağa, özümü biraz rahatlaşmaq üçün, yəni daha çox qadın yəqin ki, özünə əl gəzdirməlidir. Mən neyiniyim, ay bacı? Is there anybody going to listen to my story? All about the girl who came to stay. She's the kind of girl you want so much it makes you sorry. Still you don't regret a single day. Bu arada şəxsi həyatda vəziyyət necədir? Yoxdur. Hələ ki, çünki bizə nəyə görə yoxdur? Çünki mən özüm ona yol vermirəm ki, olsun. Əgər yol versəydim, təbii ki, ola bilərdi, amma yol vermirəm. Demək ki, səni sevənlər yoxdur. Belə istəyənlər, çoxdur. Sevgidən doymayıb əzab çəkən Aksana elə onu bu əzaba düçar edən sevgisini çoxdan unudubmuş. Tam silindi getdim. Onu mən əminliklə deyə bilərəm, narahat olmayın. Tam silindi getdim. Sevgi mənim həyatımda o qədər, belə deyək, əzablar verib ki, yəni ki, mən hələ ki istirahət edirəm sevgisiz. Təki bundan sonraki eşq həyatın gözəl xatirələrdə yadında qalsın. Hind sayağı rəqslərin əsasən də Aksananın yaradıcılığını sevənlər deyilənlərə görə rəqqasə çox böyük proyektə start verir. Belə böyük bir proyekt hazırlayıram, sadəcə inandırım sizə, hələ ki heç kimi heç nə açıqlamıram. Mənim 2 aylıq pulsuz məşqlərim olacaq uşaqlarla, oğlanlarla və qızlarla və onların içindən, o 2 aydan sonra onların içindən mən artıq özümə bir komanda yığacam həmən o proyekt üçün. Yaradıcılığında növbədə gələn işlərin hansıdır? Bir neçə klip olacaq rəqslə bağlı, fotosessiya, kliplər. Hal-hazırda mənim bir neçə paltarlarım tikilir. Çox gözəl, möhtəşəm bir paltarlar tikilir. Bu da Şahrux xan deyib, ta Hindistana dək gedib çıxan emosional xanım, rəqqasə Aksana.